Herkese salam əziz qızlarım və kanalımın gözəl izləyiciləri. Gününüz gözəl keçsin. Bu həftə sonu da sizə uğurlu düşsün. Ümumiyyətcə hər birimiz üçün. Biz isə yeni vlog başlayırıq. Yeni vlog ilə yenə qarşınızdayım. Əziz kanalımın gözəl xanımları. Niyə gözəl? Çünki hər zaman məni daim dəstəkləyən çoxlu xanımlar var. Hələ neçə dəfə sizləri yolda görmüşəm, çöldə rastlaşmışıq sizinlə. Hamısı deyə bilərəm ki, çox gözəl və içdən səmimi gəldilər mənə. Nə xoş mənə ki, belə xanımlarımız məni izləyir. Var olun hər zaman. Bizi dəvət eləmişlər səhər yeməyinə, Öz Süd restoranına və deyim ki, çox razı qalmışam. Biz Ağşəhər filialına getmişdik. İşçiləri çox diqqətçi və səmimi idilər. Səhər yeməklərində bəyəndim. Əsas olaraq da pomidor yumurta mənim favori yeməyimdir. Set olaraq sifariş vermişdik. Əlavə pankeklər idi orada və 2 ədəd tost. Uşaqlarınız üçün ayrı uşaq zonası var idi. Aylinka biraz əylənmişdi orada. Bir sözlə deyə bilərəm ki, hər şeyi çox bəyəndim. Çoxdan da səhər yeməyinə getmirdik. İstəyirdik, amma alınmırdı bizdə. Ümumiyyətcə hər dəfə mən planlayıram hara gedək. Yoldaşımın iş günü olmayanda çalışıram ki, ailəvi bir gün keçirdək. Bütün məsuliyyət mənim üzərimdə qalır. Yoldaşım elə insandır ki, plan qura bilmir. Məndən soruşur nə eləyək. Deyirsiniz ki, vlogları gec atıram. Mən məsələn necə insanam? Çalışıram ki, sizlərə maraqlı olsun mənim vloglarımı izləmək. Ona görə ən gecə 3 gündən bir paylaşıram. Həm bu 3 gün ərzində vlog çəkilişi gedir. Tam sakitçilik lazımdır mənə ki, mən bu səsləndirməni yazım. Onu da edirəm Aylin yatanda. Çox yox, məndə səsləndirməyə biraz çox vaxt aparır. Ona görə ən gecə 3 günə vlogları paylaşıram. İnanırsınız ki, istəyirəm ki, daha tez-tez sizlərlə paylaşım. Amma bu yolun çıxışını bilmirəm. Siz də bilsəz yazın. Havalar da bir tərəfdən istilənmir. Bu soyuq havalarda heç nə eləmək istəmirəm. Çöldə də çox vaxt keçirmək alınmır. Çox gəzmək olmur. Yuxulu oluram elə bir. Yay gəlsəydi bircə. Amma belə qəribə insanlarıq. Yay gələndə qış istəyirik, qış gələndə yay. Gözləyək biraz. Havalar özünə gələcək, Novruz bayramına yaxın. İnanırsınız bezmişəm qat-qat geyinməkdən. Elə hazırlıqlarla evdən bayıra biz 1 saata yaxın çıxırıq Aylindən. Hələ Aylini geyindirmək var. O vəbşə başqa bir temadır. Qaçır evin içində, papaq geyindirirəm, çıxardır, tullayır yerə. Bir sözlə çox hiperaktiv uşaqdır. Maşallah bir yerində dayanmır. Ona görə əsəb oluram. Dotu canına kutuda. Aylin. Nельзя. Bak şuraya, bu doğru. Balaca çililər. 8 manat 10 qəpik. Burada maraqlı belə qablaşdırması var. Şəhərdə gəzəndə girdik favorit premium mağazasına. Mən özümə rukol axtarırdım, tapdım. Salatlara istifadə edəcəm onu və bir çox məhsullar orada var idi ki, sadə marketlərdə olmur. Qiymətlər də yəsinə qurban. Bəzi məhsullar var ki, mən məsəl üçün özümə aid deyirəm, ona pul verməzdim. Amma elə insanlar var ki, yəqin alırlar və istifadə edirlər. Maraqlı məhsulları sınamağı sevirsinizsə, gedib baxa bilərsiniz. Əslində çəkiliş eləməyəcəkdim marketin içində, çünki bir çox marketlərdə gəlibdilər ki, çəkiliş olmaz, yığışdırın. Belə sadə oradan-buradan çəkdim. Qiymətləri də görə bilərsiniz. Hansı məhsul neçəyədir. Gəzə-gəzə də yollandıq. Getdik yenə Nərimanova. Orada da biraz gəzdik. Yoldaşıma dedim ki, Dekalif mağazasına girmək istəyirəm. Ümumiyyətcə Instagramda görürəm storylərdə paylaşanda bu məhsul var, o məhsul var. Yerinə gələndə o məhsullar ya bitib, ya yox olurlar. Ya mənim bəxtimə elədi. O məhsul artıq bitir. Sinsey mağazasına məsələn yeni kolleksiya gəlmişdi. Bahara aid belə bir gözəl kolleksiya idi. Instagramlarında görmüşdüm. Getdim ki, hər şey bitmişdi. Heç nə yox idi. Dekalif mağazasında olan bu limon kolleksiyasına ürəyim gedir. Bir gün alacağım.
Gəldik evə. Gəlin göstərim nə aldıq. Belə paçkalar aldım. Çox qəşəngdilər. Qiyməti də ki 16 manatdır. Daha sonra bu heç sudu içmişdik. Rukla tapdım. 2 manat 79 qəpik. Belə mozzarella pendirlərini götürdüm. Əslində bir çox mağazalarda var, amma buralarda bitib Nəriman oldu, ona görə götürdüm. Bunu yoldaşım özünə götürüb. Bu da Alinkaya, bilmirəm nədir. İstədi, biz də götürdük. Burada da heç nə, oyuncağıdır. Və girmişdi Dekalib mağazasına. Belə bir qabları qurutmaq üçün bir şey aldım. Altında görürsünüz mopu da var və belə bir görünüşü var. O birisi də var idi. Elə bir ki burada qaşıq üçün məsələn qoya bilərsiniz, bıçaqları yuyub qoya bilərsiniz. O birisi daha ucuz idi, 9 manat idi. Bu isə 12.90-a. O birisində isə burası yox idi. Bunu götürdüm və belə gözəl qab. Çok güzeldi, hoşuma geldi. Bunun da qiyməti deyəcəm indi 5.90. Kızlar qabları yudum. Baxın belə görsənir, belə görünüşü var. Alttaki mopdur, biraz qalındır və özü. Burada qaşıqları qoya bilərsiniz. Burada tarelaçkaları, burada isə ürəyiniz istədiyinizi. Bu da tapçıkalarım. Qəşəngdir. İt qorxur onlardan. Kızlar, Miniso'dan belə bir güzgü almışdım. Çoxdan güzgü istəyirdim. Əslində Hokka Baku'da görmüşdüm. Daha ucuz idi. 5 manataydı deyəsən. Ürəkli formasında. Ama bu Miniso'da olan daha gözəldir. Bunun da qiyməti 10 manata yaxın idi. Belə görsənir. Mənə də görə bilərsiniz buradan. Plasmasdır deyəsən burası. Belaruski mağazasına girmişdim kızlar. Orada mən xardal axtarırdım. Fransız xardalı aldım. Nəhayət ki, belə iri dənəlidir biraz. Zifir götürdüm və pastila. Hamısı şəkərli məhsullardır. Ürəyim istəmişdi çoxdan. Əslində bunu kalori defisiti edirsinizsə saya bilərsiniz. Məsələn, bugün bunu yedim, onu yedim. Mən bunları saya bilmirəm. Ona görə diyetologu seçmişəm. Diyetologla arıqlamağı və bu daha çox üstünlük verirəm belə arıqlamağa. Ona görə mən bu ümumiyyətcə şirniyyatı yemirəm. Elə insanlar var ki, mən onları TikTokda görürəm ki, məsələn mən bugün bunu yedim, onu yedim, Snickers'la qidalanır, Kinder'la, nə bilim, fast food'la. Deyir ki, amma arıqlayıram. Mən elə insan deyiləm, çünki mən bunları yesəm, məsələn deyirəm, mən sразу все ödəm yaranır mənim üzümdə, bədənimdə şişkinlik yaranır. Düzdür, bəlkə kimsə belə bir diyeta saxlayır, amma bu mənim orqanizmimə uyğun gəlmir. Ona görə mən belə günləri götürürəm. Məsəl üçün həftədə bir dəfə ya 2 dəfə diyetoloqa xəbər verirəm ki, bugün məsəl üçün cheat day olacaq məndə. Yəni istədiklərimi yeyəcəm. Все, rahat oluram. Amma sizə deyə bilərəm ki, mədəm öyrəşib. Mədəm ümumiyyətcə mənim orqanizmim yeni rutinə öyrəşib. Bizim saatlarımıza. Məsələn, səhər oyanıb səhər yeməyi edirəm, sonra kofemi içirəm, çox rahatdır. Səhər yeməyi məni gün boyu deyəndə ki, saat 1-ə kimi enerjili saxlayır. Mən saat 8-də, 9-da oyanan bir insanam. Sonra saat 13:00-dən 15:00-ə kimi istədiyimizi yeyirik. Bir dənə balaca boşqab və bol tərəvəzlə qatıq qarışımları olur bizdə. Daha sonra çox salat olmalıdır bizdə. Məsələn, nəsə yeyirik, pomidor, xiyar olmalıdır mütləq, göyərtilər olmalıdır. Düzdür, pomidor, xiyarla marketlərdə dadsız olur, bilmirəm, mən onları yeyə bilmirəm. Arada bir çeri pomidor götürürəm, o heç olmasa biraz dadlıdır və qarışdırıram onu göyərti ilə və özümü belə salat hazır edirəm. Burada isə Sezar salatı edirdim. Ən xoşladığım ümumiyyətcə dietik də hazırlaya bilərdim, amma nə yalan deyim, dietik salat biraz elə bil ki, o Sezar'ın necə deyim, öz Sezar salatının dadını vermir. Çünki orada dad verici bir şeyler vardı. Mesela suxariklər, mayonez olsun, Sezar sosu. Rutində olanda bəli hazırlayıram. Mayonezin yerinə mən Yunan yoğurtundan istifadə edə bilərəm və yaxud az yağlı qatıqdan. Çox əlverişlidir. Məsələn, hansısa bir yeməyi yemək istəyirsiniz, dözə bilmirsiniz, pəhrizdəsiz həmin gün ondan hazırlayıb yeyə bilərsiniz. Amma cheat day onun üçündür ki, istədiyinizi yeyirsiniz, özünüzü sıxmadan. Məsələn, bir günə sizə 1 kilo yağ gəlməyəcək. Bu hamısı su olacaq.
Və salam, yenidən siz rutininizə qaydanda bütün bu sular, yəni artıq su, mən buna belə deyirəm, o gedəcək. Yəni 1 kilo yaxın ödəm qalır sizdə məsələn. Mənim bədənim hal-hazırda belə stressli bir bədəndir. Niyə görə elə deyirəm? Çünki mən bir uşaqlanam. Ola bilsin ki, əsəbləşirəm, stres keçirdirəm. Plus arada elə olur ki, mən gec yatıram saat 1-də. Bu normal deyil. Mən bunları bilirəm, başa düşürəm. Və ona görə mənim orqanizmim su saxlaya bilər. Yəni piylər də saxlayır, verməyəcək mənə. Mənə deyəndə ki, verməyəcək ki, o piylər məndən çıxsın, getsin. Ona görə deyirəm ki, ən önəmlisi rutində, pəhrizdə sizin rutininizdir, gündəlik qidanızdır, qida qəbulunuz. Məsələn, saat neçədə səhər oyanırsınız, saat neçədə yemək yeyirsiniz, daha sonra neçədə yuxu alırsınız, 9-dan sonra siz saat 3-ə kimi qalırsınızsa, bu biraz bədən girir stres formasına və yağ yandırmağa sizə imkan vermir. Dietoloqla ümumiyyətlə bir çox şey öyrəndim. Cheat day eləyəndə də detoks eləyə bilərsiniz, bədəniniz təmizlənsin və daha sonra yenidən qayıdırsınız öz rutininizə. 10 min addım vacibdir, hərəkətdə qalmaq vacibdir. Siz bütün gün uzansınız, yemək yesəz, məsələn, o piylər qalacaq sizdə. Yenə də xanımları qeyd eləmək istəyirəm ki, hər insan fərqlidir. Sizə olan, məsəl üçün, mənə olmaz, ya mənə olanı sizə olmaz. Tak ki, bu normaldır. Ona görə həftədə bir dəfə özünüz üçün istirahət eləyin, istədiklərinizi yeyin, için. Əsas da ki, sağlam qalın. Qalanı boş şeylərdir. Ümumiyyətcə fikir vermişəm ki, ekranda mənim çəkim daha da çox görsənir. Ekranda ola bilər ki, mən daha çox ödəmli görsədirəm. Amma real həyatda elə deyil. Çünki kamera bilmirəm məni götürür. Ən belə pis rakurslarımı görsədir. Buna da deyək, ev sayağı Sezar salatımız. Yoldaşım ümumiyyətcə Sezar salatını yumurta ilə xoşlayır. Mən bunu başa düşmürəm. Keçən vloglarda da məsələn Sezar hazır edəndə mən orada yumurta qaynadıb əlavə eləmişəm. O yoldaşımın Sezarı idi. Burada da elədim. Prosta o momenti çəkə bilmədim. Amma 2 ədəd yumurta qaynatdım. İndi isə baxaq mənim alış-verişimə. Gəlin göstərim nə aldım. Sinsay'dan yeni getmişdim. Daha biraz çox şey götürdüm. Belə bir özüm üçün su qabı götürmüşəm. 2 litrlikdir. 2 litr su bura yerləşir və qiyməti 9,99 qəpik. Daha sonra endirimdə belə 2 ədədli koftaçkalar götürdüm Alinka üçün. Qiyməti 4 manat 49 qəpik. Hamısı da katon materialdır, pambıq. Sonra bunları ikisindən də göstərəcəm. Nədir? Bir də bu. Bu 3 ədədli dosçikalarda belə bir tutacağı da var. 17,99 qəpiyə idi. Bir də belə mətbəx üçün poloçka götürdüm. Onun da qiyməti 12,99 qəpikdir. Gəlin açım, göstərim necə görsənir. Əfimiz də qızlar belə görsənir. 3 mərtəbəlidir. Nə istəsəz yerləşdirə bilərsiniz. İkinci alış-veriş Rossmann'dandır. Belə bir bədən üçün skrab götürdüm. The Bad Factory və bilirsiniz nə dadı, nə qoxusu da, bilirsiniz nə qoxuyla şirin vanildən çox qəşəng qoxusu var. Daha sonra bədən üçün belə bir şotoçka götürdüm. Masaj eləmək üçün selülitə qarşı və bu Biodans'ın maskasını götürdüm yoxlamaq üçün. Maraqlı gəldi. Həm endirimdə idi. 15 manatdan 11 manata düşmüşdü. Katonda endirimləri idi. Mən də getdim, yararlandım, aldım. Belə bir corab tapdım pilates üçün. Qiyməti isə 5 manat 99 qəpikdir. Düşmüşdü endirimə. Götürdüm, qarası da var, amma qarası daha baha idi. Daha sonra belə bir köynək götürdüm. Biraz mənə yekədir. Necə yekədir, razmeri böyük götürmüşəm. Qiymətidir ki 12 manat 99 qəpik. 20 manatdan düşmüşdü. Bunu da ev üçün götürdüm, evdə gəzmək üçün. Belə görsənir. Düşmürəm. New York'a da girmişdim və sizin adına LC Waikiki-yə böyle bir dənə sadə köynək götürdüm. Və başqalarının altından bu razmerini götürdüm. Qiyməti 9 manat 99 qəpik. Hər şeylə yaraşan bir şeydir. Özləri başqalarla çox qəşəng görsənəcək.
Bunu da New Yorker'dan götürdüm. Bra. Çok rahatdır. Mən bunlardan taxıram. Adətən çölə çıxanda bunu es götürdüm. Çünki bura məndə artıq balacalaşıb. Yoldaşım özünə mayeçka götürdü. Qiyməti də 3 manat. Çok qəribə indirim var idi. Belə bir qəşəng köynəyə, material da qəşəngdir. 3 manat. Kassanın yanındaydı özdə. Və nəsə istədim, bir aksesuar götürdüm. Bunu gördüm, ürəyim getdi. Sadədir. Belə 3 dənəli 4 manat 99 qəpik. Gəlin göstərim əlimdə necə görsənir. Son zamanlar nəsə belə massiv aksesuar almaq istəyirəm və aldım belə 3 dənəli. Çox qəşəng də görsənir. Mix də edə bilərsiniz başqa bir üzüklərlə. Məncə qəşəng və sadə üzüklərdir. Çox qəşəng durub. Gül də nə gözəl açılıb, giran evə saldıqdan sonra məndə bu gül balkondaydı. Sonradan evə saldım və gözəl güllər açıldı. Əslində bu gül fərqi yoxdur. Soyuğu, istini keçirdir və günəş şüanı çox sevir. Qalsın hələlik burada. Daha sonra qızlar belə bir mikrofon almışam kolonka ilə. Portativ kolonkadır. Həm bluetooth var, həm telefona qoşulur. Bunu da biz Həzər Marketdən almışıq evimizin yanında 15 manata. Gördüm, elə bəyəndim. Düzdür, burada 2 dənə mikrofon görünür, amma içində bir ədəddir və zaradka yığır 100 ilə. Öz içində qutusunda 100 bisi də var. Görürsünüz, burada belə bir şeydir. Həm rəngli kolonkadır, bir dənə qoşum. Rəngli necə, yəni buradan belə rəng dəyişdirmək mümkündür. Belə deyəndə, məsələn, rəng dəyişir. Maraqlı bir şeydir. Aylin artıq 1-2 dəfə oxuyub. Aylin elə uşaqdır ki, bir oyuncaqla oynayır. 2 dəqiqə oynayır, yaddan çıxır. Bunlar da Aylin için aldım. Toys, Super Toys mağazası olmalıydı. City Park Mall'da. Qiyməti 10 manatıydı. İndi göstərəcəm necə bir şeydir. Baxın qızlar, bu tortdur güya. Bu mandarindir güya. Belə açılır. Uşağa maraqlı gəlir. Və belə yapışqanlarlandır. Çox maraqlıdır. Aylin artıq bunu açıb bağlayıb hələ də yapışır. Amma maraqlı oyuncaqlardır. Plasmaslı qeyd edim. Sonra belə üzümdür. O da açılır. Bütün meyvələr buradalar demək ki açılır. Həm belə çiyələkdir, həm banandır. O da belə açılır. Bir tortdakı bu şəkildə açılır. Görürsünüz, hamısı yapışqanlıdır. İndi sonra başka bir şey göstereceğim. Ne götürdüm onun için? Bunu almıştım. Kalyaska. Böyle bura açılır, bağlanır. İçinde de bir tane kukulka var idi. 19 manata. Bunun ikisini de almışıq. Kalyaskasından bir yerde. Burada video yapıştıracağım. Necə gəzirdi o kalyaska ilə. Hay can, yaxşı göster. Кто это? Ляля? Как ее зовут? Yaxşı qızlar, mən də sizlərlə sağollaşıram. Çox sağ olun ki, bu vloqa axıra kimi baxdınız. Gələ vloqlarda görüşənədək.